Salam, kimya fənni üzrə dərs 6 başlayır. Bu mövzunun adı atomun quruluşudur. Əvvəlcə atom anlayışının tarixinə nəzər salaq. İlk dəfə Demokrit adlı alim eramızdan əvvəl 5-ci əsrdə atom fikrini irəli sürmüşdü. Onun fikrincə bütün əşyalar, cisimlər, maddələr atom adlanan çox xırda hissəciklərdən ibarətdir. Və o deyirdi ki, atom bölünməz hissəcikdir. Atomlar ölçülərinə və formalarına görə fərqləndiyin fərziyyəsini irəli sürmüşdü. Uzun müddət bu fikir və bu fikirlə yanaşı müxtəlif fikirlər, fərziyyələr irəli sürülmüşdü. Amma kimya elminin inkişafı əsasən başladı 16-cı, 17-ci əsrlərdən sonra və daha sonra atomun quruluşu haqqında atom fikrinə yenidən qayıdıldı və yenidən atom fərziyyəsi nəzəriyyəsi üzərində işlənməyə başlandı. İlk dəfə Thomson adlı alim həm elektronu kəşf elədi və belə aydın oldu ki, atomun tərkibində elektronlar var. Ona görə də atomun bölünməzliyi fikri ortadan qalxdı. Ondan sonra atomun bölünən hissəcik olduğu fikri ortaya qoyuldu. Thomson modelinə görə necə ki, kişmişli keksin vulkanın içərisində kişmişlər olur, eləcə də atomun tərkibində, atom özü bütövlükdə müsbət yüklüdür, onun da tərkibində mənfi yüklü zərrəciklər var, içərisində, daxilində yayılmışdır. Buna deyilir Thomson modeli. Başqa bir neçə modellər də təklif olunmuşdur. Amma yekunda Ernest Rutherford adlı alim 1911-ci ildə planetar modeli irəli sürdü. Planetar model adlandırılmasının səbəbi planetlərin Günəş ətrafında fırlanmasına bənzəməsidir. Necə ki, Günəş mərkəzdə, planetlər isə onun ətrafında müəyyən bir orbit üzrə, məsələn, Merkuri, Venera, Yer, Mars və s. müəyyən orbitlər üzrə hərəkət edirlər. Eləcə də atomda da buna bənzər şəkildə bir quruluş var. Mərkəzdə nüvə var, ətrafda isə elektronlar hərəkət edirlər. Rutherfordun fikrinə əlavə olaraq Niels Bohr, hansı ki 1913-cü ildə Danimarkalı alimdir, o da əlavə elədi ki, həmin o elektronlar müəyyən təbəqələr üzrə hərəkət edir. Məsələn, 1-ci, 2-ci, 3-cü təbəqədə və s. Və bu ümumilikdə planetar model adlandırıldı. Deməli, bizim dərsimizin adı nə idi? Atomun quruluşu. Biz atomun quruluşu artıq aydın oldu. Atom hansı quruluşdadır? Planetar quruluşdadır, yəni planetar modeldədir. Belə götürə bilərik. İndi isə atomun daxilində hansı zərrəciklər var, ona baxaq. Deməli, atomun daxilində 3 növ zərrəcik var. Protonlar baş hərfi olan P ilə götürülür, kiçik yazılışla. Neytronlar baş hərfi olan N ilə, elektronlar isə baş hərfi olan E ilə yazılır. Bəzən isə bunların kütlələri və yükləri də göstərilir. Belə ki, ümumiyyətlə zərrəciklərin kütləsi yuxarı sol küncdə, yükü isə aşağı sol küncdə göstərilir adətən. Və buna əsaslanaraq biz belə deyə bilərik. Protonun kütləsi 1, yükü müsbət 1, neytronun kütləsi 1, yükü 0, elektronun kütləsi isə 0 kimi qəbul olunur və onun yükü mənfi yük. Bu şəkildə də qeyd eləmək olar. Amma əsasən indiki ədəbiyyatlarda, müasir ədəbiyyatlarda kiçik yazılışla P protonun, kiçik yazılışla N neytronun, kiçik yazılışla E isə elektronun simvollarıdır. Deməli, bu zərrəciklərin əvvəlcə yük və kütləsinə baxaq. Yük və kütlə arasında fərq nədir? Kütlə bilirik ki, tərəzi ilə ölçülür. Kütlə yəni hər hansı bir zərrəciyin, cismin ağırlığıdır. Yükü isə sanki maqnitlə biz yadda saxlaya bilərik. Necə ki, müsbət və mənfi bir-birini cəzb edir, yük də müsbət və mənfi olur. Müsbət müsbəti, mənfi mənfini itələyir, müsbət və mənfi bir-birini cəzb edir. Yəni, yük müsbət mənfi ola bilər, amma kütlə müsbət mənfi olmaz. Niyə görə? Misal üçün, biz deyə bilərik, tutaq ki, mənfi 1 kiloqram. Mənfi 1 kiloqram nə deməkdir? Yəni, həmin o cisim göyə uçur, belə loru dilində desək. Yəni, bu mümkün deyil də. Qısacası, kütlənin müsbəti mənfisi olmaz. Bunu niyə qabaqcadan qeyd edilir? Çünki hamısı 1 və 0-lardan ibarət ədədlərdir. Bəzən uşaqlar qarışıq salır.
İndi gəlin baxaq. Protonun yükü müsbətdir. Şərti olaraq müsbət 1 götürürük. Neytronun yükü neytral sözündən götürülür. Bax, neytron, neytral. Ona görə də yükü 0-dır. Elektronun yükü isə mənfidir və şərti olaraq mənfi 1 götürülür. Deməli, proton müsbət yüklü, elektron mənfi yüklü zərrəcidir. Neytron isə neytral, yəni yüksüz zərrəcidir. Kütlələrə gəlincə, protonun kütləsi təqribən şərt olaraq 1 götürülür. Neytronla protonun kütləsi bir-birinə təqribən bərabərdir. Ona görə neytronun da kütləsi 1 götürülür. Elektronun kütləsi isə proton və neytrondan 1840 dəfəyə yaxın kiçikdir. Əvvəlki ədəbiyyatlarda 1836 dəfə yazılırdı. Ona görə də elektronun kütləsi çox-çox kiçik olduğuna görə biz nəzərə almırıq. Şərti olaraq kütləsini 0 götürürük. Beləliklə biz bunları qarışdırmayaq. Protonun yükü müsbət 1, kütləsi 1. Neytronun yükü 0, kütləsi 1. Elektronun yükü mənfi 1, kütləsi 0. Bu zərrəciklərin kütlə və yük xüsusiyyətləridir. Bəs həmin o zərrəciklər harada yerləşir? Dedik ki, atomun mərkəzində nüvə var. Nüvə. Ətrafında da elektron təbəqələri və yaxud da buna energetik səviyyələr də deyilə bilər. Nüvənin daxilində protonlar və neytronlar var. Ətrafında isə elektron təbəqələrində elektronlar hərəkət edirlər. Müəyyən bir istiqamət üzrə hərəkət edirlər. Beləliklə, bir daha ümumiləşdirsək, mərkəzdə protonlar olur. Məsələn, bu protonlardır, tutaq ki, və neytronlar olur. Tutaq ki, bu da neytronlardır. Bunlar ümumilikdə nüvəni əmələ gətirir. Ətrafda isə elektronlar var. Bunlar da elektron təbəqələrində fırlanırlar. Deməli, biz artıq zərrəciklərin harada olmasını da bildik. Bəs yaxşı, atomun bildik ki, atom çox kiçik hissəcikdir və o da çox kiçik zərrəciklərdən ibarətdir. Ümumilikdə atom biz götürsək, 99%-dən çoxu boşluqlardan ibarətdir. Məsələn, bir futbol meydançasının ortasına bir dənə noxud qoymaqla atomun mərkəzindəki nüvəni eyni müqayisə edə bilərik. Yəni, nüvə atomun özündən də çox-çox kiçikdir və ümumilikdə götürsək, nüvə ilə elektronlar arasındakı o hissələr böyük boşluqlar var. Bunu futbol meydançası nümunəsində götürsək, sanki bir dənə meydançanın ortasında bir dənə noxud var, bu nüvədir və həmin o meydança bütövlükdə atomdur. Daha sonra elementin zərrəciklərinin sayı həmişə eyni qalır. Bu nə deməkdir? Yəni, misal üçün, aşağıda qeyd edək. Tutaq ki, məsəl üçün, götürək helium elementini. Bax, burada biz göstərdik 2 proton, 2 neytron və 2 elektron. Bütün 2 protonlu elementlər hamısı heliumdur. Yəni, hər hansı bir atomun 2 dənə protonu varsa, deməli o heliumdur. Neytron sayı fərqli də ola bilərdi. Elektron sayı isə iyonlarda fərqli ola bilər. Neytral atomlarda isə proton-elektron sayı bir-birinə bərabərdir. Bunlar haqqında ətraflı növbəti dərslərdə izah verəcəyik. İndi bir neçə elementin nümunəsində baxaq. Misal üçün, oksigen atomu aşağı sol küncündə proton sayı, yuxarı sol küncündə kütləsi göstərilir və kütlədə protonla neytron cəmidir. Bunları qısa-qısa deyirəm, çünki növbəti dərsdə geniş izah edəcəm. Bütün 8 protonu olan atomların hamısı oksigendir. Məsələn, hər hansı bir atomu baxsaq, tərkibində 8 dənə proton varsa, yəni onun belə deyək də, mərkəzində, nüvəsində tutaq ki, 8 dənə proton var. Görürük ki, 8 proton varsa, deməli bu nədir? Oksigendir. Neytron ola bilsin 7 olsun, 9 olsun, 8 olsun, fərqli ola bilər. Elektron yenə 7 olsun, 9 olsun, fərqli ola bilər. Yəni, müxtəlif iyonlar əmələ gətirə bilər. Amma istənilən halda, qısacası atomun növünü müəyyən edən onun protonlarının sayıdır. Məsələn, bütün 1 protonlular hidrogendir, 2 protonlular heliumdur, 3 protonlular lityumdur və yaxud da 8 protonlular hamısı oksigendir, 7 protonlular azotdur və s. Bu siyahını uzatmaq olar. Yəni, elementin növünü atomun protonun sayı müəyyən edir. Neytron kütləsinə təsir edir. Biz bunu növbəti dərsdə keçəcəyik. Elektron isə neytral atom və ya iyon olub-olmamasına təsir edir və ümumilikdə rabitənin yaranmasında iştirak edir. Rabitənin xüsusiyyətləri müəyyən olmasında iştirak edir. İndi isə ümumiləşdirək. Dedik ki,
Bütün maddələr atomlardan təşkil olunub. Atomlar planetar quruluşdadır, planetar modeldədir. Mərkəzdə nüvə, ətrafda elektronlar fırlanır. Mərkəzdəki nüvədə proton və neytronlar var. Ətrafda isə orbitlərdə elektronlar var. Və bütün bunların da zərrəcik xüsusiyyətlərinin, kütlə və yük xüsusiyyətlərində bunu burada sanki cədvəl şəklində də qeyd eləmək olar və burada verdik. Sağ olun, növbəti dərslərdə görüşənədək.